Salam, bugün belə bir maraqlı tapşırığın izahını verəcəm. Deməli, biz burada kvadrat tənlik veribdir. Kvadrat tənliyin kökləri, həqiqi iki kökü var və deyək ki, bunlar diqqət etsək ki, birdən böyük və kiçikdir. Bu həqiqi köklərimiz A-nın ala biləcəyi ən böyük tam qiyməti tap. Gəlin bu qrafika əvvəlcə şərti quraq. Görək bu qrafik şərti necədir? Deməli, bu qrafikimiz baxırıq ki, iki kökü var və birdən böyük və kiçikdir. Bir nöqtəsini qeyd edirik. Bir nöqtəsini qeyd edirik. Təxminən belə olur. Yəni iki kökü varsa, deməli x oxunu belə kəsib keçməlidir kvadrat funksiya. Deməli baxırıq ki, burada. Baxın bu hissəni rəngləyəcəm. Görürsünüz, qrafik aşağıdan keçir. Əgər bir kök olsaydı, sadəcə yada salırıq, xatırlayıq. Əgər bir kök olsaydı, belə ola bilir. Bir kök olsaydı, x oxunun üstündə olacaqdı. Ümumiyyətcə kökü olmasaydı, yuxarılardan keçəcəkdi. Yəni o fərq yoxdur, birinci fərq yoxdur. Yəni iki kök olanda x oxunu iki yerdən kəsməlidir. Aha, deməli bu da x oxunu iki yerdən kəsdi. Bu olsun x1, bu olsun x2. Və diqqət eləyirik ki, burada x-ə 1 verəndə funksiyamızın qrafikinə görə 1 verəndə nə alır? Mənfi ixtiyari bir ədəd. Deməli, buradan bizə nə aydın olur? x-ların yerinə 1 yazıb a-nı tapa bilərik işarəsini. Baxaq indi. X-in yerinə 1 yazanda oldu 1-in kvadratı 1, üstə gəl 1 vur a plus a çıx 1. Kiçikdir nədən? Sıfırdan. Müəllimə niyə? Axı indi dedi. Bax, x-ə 1 verəndə, gördük ki, funksiyamız aşağı hissəsində, funksiyamız gəlir y oxunu mənfi yerdə kəsir. Deməli, x-dən yerinə 1 qoyanda bu funksiyamız nə olmalıymış? Mənfi. Buradan birlər xısar geçsə, alınar a kiçik imiş nədən? Sıfırdan. A kiçikdir sıfırdan. Aha, bu şərtimizi saxlayırıq burada. Həqiqi kök olması üçün, bu birinci, bura bir yazaq, bu birinci. Həqiqi kök olması üçün, yəni iki kökü olması üçün, ikinci şərtimiz nə idi? Bu bir. İkinci şərt nə idi? Diskriminant böyükdür, sıfır olmalıdır. Böyük bərabər olmaz. Böyük bərabər olsa bir kök olur. İndi diskriminant baxaq. A kvadratı, B kvadrat çıx 4A-sı yəni. Çıx 4A plus 4. Böyükdür, sıfır. Bu da olacaq. A çıx 2. A çıx 2. Böyükdür, sıfır. Bu da A-nın istənilən qiymətində sıfırdan böyükdür. Burada deyə bilərsiniz, müəllimə, bəs axı A2 olanda sıfıra bərabər olur. Xeyr, axı biz A-ya şərt qoymuşuq. A sıfırdan kiçik olmalıdır. Nəsə, bu da diskriminantımız, bu ikinci şərt. İndi gəlirik üçüncü şərtimizə. Burada baxırıq ki, artıq bu qrafiki silə bilərəm məncə. Burada baxırıq ki, x1 kiçikdir birdən, x2 böyükdür birdən. İndi bunları tərəf-tərəfə keçirsək, x1 çıx 1 kiçikdir 0, x2 çıx 1 böyükdür 0. Bunları gəl tərəf-tərəfə vuraq. Olacaq x1, x2, oradan da olacaq x1 plus x2 plus 1. Baxın, burada indi deyəcəksiniz, mənim işarə necə gedir? Bunu mənfi müsbət kimi baxın. Bir mənfi, biri müsbət. Mənfi müsbətə vuranda nə olacaq? Kiçikdir sıfırdan. İndi baxın, x1 vur x2-nin yerində nə durur? Bunun işarəsini başqa verəcəm. Vurun yerində, yaşıl rəngdə işarələdiyim durur. x1 ise x2-nin yerində də əks işarə ilə x-in əmsalı. İndi x1 vur x2-nin yerinə yazacağım. A çıx 1. Çıx, indi A üstə gəl, x1 ise x2-nin yerində də mənfi A durur. Qabaqda da bir dənə mənfi A olacaq. Plus A plus 1 kiçikdir 0. İstənilən halda A kiçik oldu nədən? Sıfırdan. Deməli, ən böyük tam ədəd nə olacaq? Mənfi 1. Diqqətiniz üçün təşəkkürlər.